Toplum TV iş üzrə həbsdə olan Akif Qurbanov ictimaiyyətə göndərdiyi mesajda ona qarşı olan ittihamlara cavab verib. Demokratik Təşəbbüslər İnstitutunun direktoru və 3-cü Respublika platformasının spikeri Akif Qurbanov qeyd edib ki, Toplum TV iş üzrə həbsdə olanlar məhz Prezident İlham Əliyevin göstərişi ilə həbs olunub. Stat: İlham Əliyev açıq şəkildə etiraf edir ki, onun üçün yerli qeyri-hökumət təşkilatları və müstəqil media cəzalandırılmalı müxalifətdir. Bu səbəbdən də o, bərbaşdan təqsirsizlik prezumpsiyasını tapdalayaraq məhkəmənin də əvəzinə hökmümüzü verdi. Statın sonu. 2024-cü ilin martın 6-sında hüquq mühafizə orqanları Toplum TV, Demokratik Təşəbbüslər İnstitutu, həmçinin 3-cü Respublika platformasının ofislərində bir neçə əməkdaşın evində axtarış aparıb. Hazırda Toplum TV-nin həm təsisçisi Ələsgər Məmmədli, jurnalistlər Müşfiq Cabbar, Fərdi İsmailov, 3-cü Respublika platformasının qurucu heyət üzvü Ruslan İzzətli, Akif Qurbanov, Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşları Əli Zeynal, Ramil Babayev və İlkin Əmrahov həbsdədir. Jurnalist Elmir Abbasov polis nəzarətinə verilib. Redaktor Şahnaz Bəylərqızı isə ev dustaqlığına buraxılıb. Bu iş üzrə təqsirləndirilənlər öncə qaçaqmalçılıqda ittiham edilsələr də, sonradan ittiham ağırlaşdırılıb. Onlar ittihamları rədd edir və siyasi sifariş əsasında həbs olunduqlarını bildirirlər. Azərbaycan hökumətinin rəsmiləri isə ölkədə heç kimin siyasi səbəblərdən həbs edilmədiyini bildirir.